Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Hər həftənin şənbə günü yeni nəşr olunan kitablar haqqında danışırıq və bugün Zəfər Yolu adlı bir kitab haqqında danışacağıq. Yeni nəşrdir. Kitabın müəllifi yazıcı Şəmil Sadiqdir. Əslində kitabın adı özü çox söz deyir. Zəfər yolundan söhbət gedirsə, demək ki, zəfərimizə həsr olunub bu kitab və bu kitabda yazıçının düşüncələri, fikirləri, arzuları, hətta mən deyərdim ki, 30 ilə yaxın vaxt ərzindəki mübarizəsi əks olunub. Mənə elə gəlir ki, bu kitabdakı fikirlər təkcə Şəmil müəllimin deyil, Azərbaycan tarixinin həm ağır, həm ağrılı, acılı, həm də şərəfli günlərini yaşayan hər bir kəsin arzusunu əks etdirir bu kitab. Bu baxımdan biz yazıçıya dərin təşəkkürümüzü bildiririk və onu ürəkdən salamlayırıq. Şəmil müəllim, xoş gəlmisiniz verilişimizə. Xoş gördük, çox sağ olun, təşəkkür edirəm xoş sözlərə görə. Şəmil müəllim, bugün dövlət müstəqilliyinin bərpası günüdür. Mən bugün münasibətilə sizi ürəkdən təbrik edirəm. Eyni zamanda kitabınız münasibətilə də ürəkdən təbrik edirəm və istəyirəm ki, bizim dinləyicilərimizə kitabınız haqqında danışasınız. Bu kitabın ideyası necə yarandı? Çox sağ olun. Mən də bu möhtəşəm gündə həm dinləyiciləri, həm mənim oxucularımı salamlayıram və təbrik edirəm. Doğrudan da Azərbaycan son 30 ildə çox böyük bir yol keçib. Bunun böyük bir hissəsində ağrılı, acılı, çətin günlərimiz vardı, amma son 5 ildə biz qürurlu millət olaraq, güclü dövlət olaraq, Ali Baş Komandanın siyasət nəticəsində qurulan bir Azərbaycan görürük. İstər-istəməz ölkəmizin bütün sahələrini siyarət edən bir hadisədir və Vətən müharibəsi bizim hər birimizdə tamamilə bir yeni ab-hava yaratmış oldu, ruh halımızı dəyişmiş oldu. Kitaba gəldikdə, kitab Zəfər Yolu əlbəttə ki, elə zəfərimizin 5 illiyinə həsr olunub. Bu il artıq 5-ci qələbəmizi, 5-ci il olacaq ki, qələbəmizi qeyd eləyəcəyik və bu qələbə sevincini bizə daddıran qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət oxuyuruq həmişə. Kitab biraz maraqlı tarixi var. Əslində Zəfər Yolu kitabı mənim Odarlər romanımın əsasında uşaqlar üçün sadələşdirilmiş bir variantdır. Biraz dəyişikliklə təqdim olunur. Odarlər romanını mən 2012-ci ildə yazmışdım. 2014-də Türkiyədə çap olundu, sonra Almaniyada çap olundu. Odarlər romanı tarixi fəlsəfi bir roman idi. Romanımızın məzmunu belə idi ki, 5 Azərbaycanlı kəşfiyyat xüsusi tapşırıq alaraq Şuşanı və Xankəndini azad eləməyə gedirlər. Bu 5 kəşfiyyatçı, gizli təşkilatın nümayəndələri Şuşada gizlədilmiş, Kahada gizlədilmiş bir qədim kitabı gətirməli idilər. Həm də Şuşaya bayraq sancmalı idilər. Və mən bugün sevinirəm ki, 2012-ci ildə yazdığım romanın o sonunda onlar Şuşanı azad eləyirlər və əsas nöqtələri belə deyək məhv eləyəndən sonra Şuşaya bayraq sancıb video çəkirlər və videonu YouTube-a yerləşdirirlər ki, Cənab Prezident Şuşa azaddır. Bu təqribən arzuların məhsulu idi, xəyalların məhsulu idi və biz bunu içərisində dini, fəlsəfi, fərqli biraz geniş mövzular var idi ki, bəzən uşaqlarımız üçün bunu oxumaq çətin olurdu. Çünki yaş məsələsinə görə tez-tez məktəblərdən, hətta hərbi hissələrdən, əsgərlərimizdən, ümumiyyətlə gənclikdən tez-tez müraciət olunurdu ki, bəzən intellektual oxucu olmayanda bunu anlaya bilmir, çətinlik yaranır. Ona görə biz bunu sırf məktəblilər üçün yenidən hazırladıq. Çünki bir zamanların xəyalı, amma bu günün reallığıdır və bu gün onun üstündə işləmək daha rahat idi. Və biz o romanı biraz sadələşdirərək və müəyyən mövzuları oradan ixtisar eləyərək Zəfər Yolu adı ilə zəfərimizin 5 illiyini əsər etmiş olduq. Roman doğrudan belə deyək, Azərbaycan tarixini, Azərbaycan ədəbiyyatını və Azərbaycanın verdiyi savaşın bütün istiqamətlərini özündə əks etdirmiş olur. Romanın 5 qəhrəmanı var və o 5 qəhrəmanın hərəsi Azərbaycanın xanlıqlar dövrünün müəyyən ümumiyyətlə böyük bir nəslin nümayəndələridir. Biri İrəvan xanlığının nümayəndəsidir, biri Lənkəran xanlığının, biri Naxçıvan xanlığının, biri Qarabağ, biri Gəncə xanlığının nəslindən gələn igidlər idi, belə deyək. Və bunlar uzun bir yol keçirlər və o yolda
gizlin şəkildə Şuşaya girirlər. Bu əslində Şuşanın, Qarabağın işğalda olduğu dönəmi ifadə eləmiş olur. Və onlar o həm qaçqınlıqda, daha doğrusu əsirlikdə olan girovlarımızın yerini araşdırmaqda, həm dediyim o qədim kitabı tapmaqda bir yol getməli idilər. Amma onların əksəriyyəti o yolda şəhid olur. Və biz Qarabağ savaşında ki biz bunu gördük. Bəli. Əslində vurğulamaq istədiyim orada o idi. Biz Qarabağ savaşında nə gördük? Vəhdət gördük. Millətin, dövlətin birliyini gördük. Bəli. Mən şəkiliyəm, mən Bakılıyam ifadəsi görmədik. Mən sünniyəm, şiəyəm, nə bilim, xristianam və yaxud da başqa bir dinin sahibi deyiləm düşüncəsini görmədik. Çünki insanlar birləşərək vətən uğrunda mübarizə apardılar, döyüşdülər. Və o romanda da fərqli dünya görüşlü gənclərin, amma bir amal üzərində birləşdirilməsini ifadə eləmək istəyirdim ki, vətən naminə biz bunu birləşə bilirik. Dediyim kimi biz bunu Qarabağ savaşında bir mənalı görmüş oluruq. Yəni dünya görüşündən, istər siyasi, dini, nə bilim, fərq yoxdur da, yəni hər kəs. Hətta mən burada analarımızın rolunu, bacılarımızın rolunu azaltmaq istəmirəm. Bunlar bir yola çıxırlar, Goranboydan, Azad kənddən keçirlər, gizlin yollar ilə Şuşaya getmiş olurlar. Və beləcə romanı biz dediyim kimi məhz 5 illiyimizə biraz yenidən fərqli formada təqdimatını ona görə elədim ki, biz o tarixi yaşatmalıyıq. Biz o qəhrəmanlığı sabaha ötürməliyik. Deməli siz dediniz ki, bu romanı 2012-ci ildə yazmısınız. Elə bir il idi ki, yəni bilirsiniz, işğaldan azad olunmamışdı torpaqlarımız. Hətta bir inamsızlıq kimi hisslər var idi. Bu romanı yazarkən o daxili məsuliyyət hissi ki var yazıcıda. Mən elə bilirəm ki, o hər bir yazıcıda olmalıdır da Şəmlən. Ələxüsusda əgər sən tarixi mövzuda roman yazırsansa. Yəni mən bilmək istərdim ki, 2012-ci ildə bu romanı yazarkən keçirdiyiniz hisslər və 2025-ci ildə Zəfər yolunu yazarkən keçirdiyiniz hisslər. Çox maraqlı sualdır. 2012-də romanın yazılma, 12-də çap olundu. Təqribən 10-11 il, 2 il müddətində yazılan bir əsər idi. Mənim ondan qabaq bir romanım vardı. Ümidlərin izi ilə. Ümidlərin izi ilə romanında biz həm müəllif olaraq yazmışdıq. Orada mən Xocalıdan əsir düşən bir girov qadının xatirələrini yazmışdım. Əsər belə idi ki, bir gündəlik tapılır. Gündəlikdə bir qadının, Azərbaycanlı girovun əsirlik gündəliyi danışılır. Və məcbur şəkildə bütün Xocalı faciəsini, yəni əsərin sujeti bu idi ki, biz bütün Xocalı faciəsini orada ifadə eləməyə çalışdıq. Həm insanlarımızın, həm uşaqlarımızın, əsir düşən, şəhid olan, öldürülən insanların faciəsi var idi. Mən o romanı bir nəfər dostumuza hədiyyə eləmişdim və oxumuşdu da, bəyənmişdi də. Bir gün mənə dedi ki, Şamil müəllim, roman yaxşıdır, tariximizi yaşadır. Və siz də hər dəfə mənim də bir düşüncəm vardı ki, mən müəllimlərə tövsiyə edirdim həmişə ki, biz məğlub tərəfimizi çox qabartmayaq da. Təsəvvür edin, hər məktəbdə, hər 20 yanvar, fevral gələndə nə olur, Xocalı faciəsi, şəhidlər, bizi ermənilər belə elədi. Bu, elə bil ki, erməniləri yeni nəslin gözündə böyüdürdü. Və bir növ, mən əslində Xocalı faciəsinin yazında tarixi yazmağa çalışırdıq ki, tarix unudulmasın. Bir gün kimsə əlində bədii ədəbiyyatla da tarixə yanaşma olsun. Amma mənə dostum dedi ki, Şəmməm, heç belə ədəbiyyatımızda bir roman yoxdur ki, bir nəfər qəhrəman, partizan, getdi Şuşaya bayraq sancdı. Bunu niyə kimsə yazmır? Doğrudan söz mənə tutdu ki, bir motivasiya versin, bir gəncliyi ruhlandırsın, bir insanlara həvəs yaratmış olsun, inam yaratmış olsun. Yəni, hələ ki, yaxşı, gücümüz çatmır, amma əsərdə ki, gedə bilərik. Bəli. Belə söhbətimizin əsasında və mənim bu ideyam ortalığa çıxdı. Siz kainata gözəl mesajlar ötürmüsünüz. Yəni məsələ onunla ibarətdir. Bəli, yəni biz istəyirik ki, hamımız istəyirik bunu. Bəli. Bu gün olacaq. İstər dövlət rəhbərlərimiz, istər ordumuz, xalqımız bunu qəbullanmayıb da. Yəni Qarabağ bizimdir, bizim olacaq. İllərdir dilimizin əzbəridir. Və belə mən bu romanı yazmağa başladım. Bu həmin ərəfədə də mən İsa Muğanla ilə, böyük yazıcımız İsa Muğanla ilə dostluq eləyirdim. Hər həftə evinə gedirdim, görüşürdük, məsləhətləşmələr aparırdıq. Ona görə romanın adı oldu Od ərlər. İsa Muğanlanın ideal əsərindəki od ər, həqiqət işığı anlamında gələn bir kəlmə. Od ərlər, yəni həqiqət işıqları
Azərbaycan gerçəkliyini dünyaya tanıdacaq deyə bir yol aldılar və orada daha çox dini, fəlsəfi, tarixi söhbətlər gedirdi, müzakirələr gedirdilər. Amma bunlar o yolları, bizim işğalda olmuş torpaqlarımızı təqribən belə deyək də, Corunboy ərazindən keçib Ağca kənddən, Talış kəndindən, Suqovuşandan belə-belə Şuşanı almağa və Şuşaya kitabı gətirməyə çalışırdılar. Məsələn, mən Şuşanı görməmişəm, mən Naxçıvandanam, ümumiyyətlə Qarabağ görməmişəm. Amma mən kitab yazmalıyam və kitab da həqiqətə uyğun olmalıdır. Bir tarix müəllimi var, dostum Amil müəllim. Ona dedim, sən Şuşalısan, mənə bir yaşlı baba lazımdır ki, Şuşanın bütün çölünü, çövşənini, yolunu, yol ağasını, Qarabağı anlatsın mənə. Biz bunun yanına durduq, getdik Şəkiyə. Bir də bizim kurslarımızda işləyən Qarabağlı bütün müəllimləri çağırdım. Yəni biraz Qarabağdan danışaq. Nə bilim, Ağdam necədir, Xankəndi necədir, hansı abidə, hansı tarixi, nə bilim, aralarında yaşlı da var, orta yaşlı da var idi. Mən Şuşanı, Ağsaqqal rəhmətə gedib adını unuduram, ondan Şuşanı öyrəndim. Və beləcə bu kitabı yazmağa çalışdıq və sonunda mən məqsədimə çatmışdım. Çünki o romanı 2010-cu ildə oxuyan, 12-ci illərdən bu tərəfə oxuyan hər kəs, hətta mənə bir neçə nəfər dedi ki, bu sənə belə yaza bilməzsən, bu sifarişlə yazılıb. Çünki Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunmuş bir roman kimi başlamışdı roman. Ki, yəni dövlətin gizli əməliyyatları var, təşkilatı şeyləri var. Bu 100% bu informasiyaları sənə verir, amma bütün yazdıqlarının təxəyyül məhsulu idi. Bəlkə biraz uzaq görənli ola bilər, təvəzzühətdən uzaq olsa da bu idi. Yəni bu İsa Muğanla da məncə təsir olur. Sözsüz İsa Muğanla. Çünki sizin dostunuz İsa Muğanla olubsa, nə bilim, onun bizə bir yolu vardı. Bəli, təsiri olmalıydı. İlham qaynağı idi və İsa Muğanla da həmişə yaradıcılığında xəyalların, nə bilim, bizə utopik görsənən qeybdən gələn səslər ilə yazırdı. Hətta romanı mən birinci hissəsini qurtarmışdım. Çünki roman Zəfər yolu romanı var uşaqlar üçün. O dərilər roman əsasında hazırlanıb. Roman əslində 3 hissədən ibarət olmalıdır. Bir Azərbaycanın bütövlüyü, ikincisi Turanın bütövlüyü, üçüncüsü dünyanın bütövlüyü. Təqribən insan modeli olaraq, vahid insan modeli olaraq gəlməli bir fəlsəfi düşüncəm var idi. Roman 1-2 ildir çox geniş yayıldı, sevildi. Bir gün İsa müəllimə dedim ki, dedi, bəs romanın ikinci hissəsini yazırsan? Dedim ki, İsa müəllim, yaza bilmirəm. Dedi, niyə? Dedim, vallahi hay eləyirəm, başlaya bilmirəm. Nəsə mənə bir şey vermir. Dedi ki, tələsmə, özləri deyəcəklər. O qeybdən sənə səs gələcək. Bəlkə də qeybdən gələn səs elə savaş idi ki, bir gün gəlməli idi. Gələk romanın müharibədən sonraki prosesinə. Deməli, hər yerdə adını çəkirəm, mən heç vaxt unutmaram. Bir qazimiz var, Araz Rəhimov. Şuşa ətrafında döyüşlərdə də iştirak edib. Şuşa azad olundu və Şuşa artıq Azərbaycandır. Cənab Prezidentin bu bizə təbrik statusları və mesajlarından sonra noyabrın, bilmirəm 14-ü idi, yoxsa 16-sı idi. Mənə bir nəfər dostumuz dedi ki, bəs Şuşadan sənin nömrə axtarırlar, verək. O demişkən, dedim, o Qazaxlılar demiş, qıvlasız adam da burada bir düşünər, ver, həmən ver. Necə Şuşadan istəyirlər sənin nömrə? Mən Şuşadan kimi istəyə bilər, hansı hərbiçidir 100%. Nəsə ustalar tanışıyorlar, tam olaraq söhbət də bilmirdim. Araz zəng elədi ki, Arazda da mən romanı 7-8 ildən qabaq hədiyyə eləmişdim. Müharibədən çox-çox qabaq. Onda o gənc idi. Hoca zəng elədi ki, hocam sizi təbrik edirəm. Dedim, mən də səni təbrik edirəm. Bəs mən Şuşadayam, Şuşa döyüşlərində iştirak elədim. Hocam, siz necə yazmışsınız? Şuşanı biz elə aldıq. Deyirəm ki, Araz, doğrudan çox kövrəldim. Yəni mən necə yazmışam? Dedim, müəllim, siz yazdığınız yerdən biz Şuşaya girmişik, o qayalar dırmaşılıb, orada pansionat var idi, polis idarəsi var idi, dustaqxana var idi. Mən də əslində o nöqtələri, o hissələri o Ağsaqqaldan öyrənərək yazmışdım. Şuşaya giriş ancaq buradan mümkündür də, qalan tərəfləri hündür qayalıq və mümkün deyil. Və sözsüz ki, ondan sonra artıq adam özündə də bir belə xeyli indi tərif olacaq özümü bir qürur hissi keçirdirsən. Mən bunu 10 il qabaq xəyal eləyə bilmişəm və özümə hər dəfə düşünürəm ki, görmədiyiniz yerlərdən əsər yazmışsınız. Mən orada açığı romanın çox siyasiləşməməsi üçün prezident yazmamışam. Yazmışam ki, Şuşanın azad olunub, bayraq sancılır. Bir də Xankəndindəki bu Xankəndinin keçmiş qondarma ermənilərin bir nəsə dövlət binası idi. Onun qabağına bayraq sancılmış məşhur o bina var Xankəndi ilə bağlı. Mən orada yazmışdım ki, Şuşanın azad olunması ilə bağlı xəbər
YouTube-a yerləşdirilir ki, çünki kontakt yoxdur da istər-istəməz. Birinciyə mesaj göndərilir ki, tapşırıq yerinə yetirilmişdir. Və hər dəfə biz o Şuşa azad olundu, Xankəndi azad olundu, falan bölgəmiz azad olundu deyəndə doğrudan da adama belə bir tüklərin biz olur ha. Mən maraqlı bir hadisəni də deyim. Buyurun. Deməli roman, həmin Zəfər yolu romanı nal yığanın hadisələri ilə başlayır. Bir ağsaqqal kişi gedir İsmaillinin kəndlərində nal yığmağa. Bu at nalından söhbət gedir və orada bir atalar sözü də var, bizim deyimdir. Bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Roman belə başlayır. Və nal yığan əslində nal yığan deyil. Nal yığan gizli təşkilatın bizim belə deyək də nümayəndəsidir və o sadə bir kəndli obrazı olaraq oralarda yaşamalıdır. Başqa qüvvələrin orada apardığı siyasi proseslərin qarşısını almalıdır və nal orada bir obraza çevrilir. Və siz təsəvvür eləyin, mən Şuşaya ilk dəfə getmişəm. Birinci dəfə 2022 idi səhv eləmirəmsə, ya 21 idi, 22 idi deyəsən. Biz Şuşaya getmişik və mən Şuşada gəzirəm, köhnə dağılmış ərazilərimizdə, küçələrimizdə. Orada böyük şəxsiyyətlərin evləri var, nə bilim bağları var idi. Deməli Şuşa küçələrində gəzəndə Mir Bəhsud Nəvvabın evini axtardım. Bir ədəbiyyatçı olaraq onu tapmalıyam, görməliyəm. Və mən Mir Bəhsud Nəvvabın evinə girib o evi gəzəndə elə bil ki, sanki mənim üçün orada bir nal qoymuşdular. Və mən o evdən o nalı götürdüm. Mir Bəhsud Nəvvabın evində üzr istəyirəm, həmin vaxtı mən də olmuşdum. Hələ təmir olunmamışdı. Yox, mən təmizat görməmişdim. Onda elə biz 2021-22 illərdə. Yəni siz də yəqin ki, o təmir olunmamışdı. Hə, o evi gəzirdik. Qapılar zaten hələ çoxsu bağlı idi, dağıdılmışdı. Bəli, dağıdılmışdı. Uçuq sökük idi. Mən səhv eləmirəmsə 2021 idi, təmir olunmamışdı. Və o zibilliyin içərisindən, nə bilim o dağıdılmış evin içərisindən mən bir nal tapdım. Və o nal hal-hazırda mənim otağımda elə Zəfər yolu və Odərlər kitabının yanında bir Qarabağ monumenti var, heykəl düzəltdirmişdik. O nalı da gətirmişim ora ki, bu təsadüf ola bilməz də. Bu qədər təsadüf ola bilməz və mən Şuşaya ilk dəfə gedirəm və Mir Bəhsud Nəvvabın evinə gedirəm və o nal mənim gözümə sataşır. İndi ola bilər deyə şəhərdir. Bunu çox mistikləşdirmək istəmirəm, amma romanın nalla başlaması, nal yığanın Azərbaycan tarixinin dəyişdirilməsindəki rolu bir növ orada mənim üçün bir belə çox qəribə bir mesaj oldu, qəribə bir sevindirici hal oldu. Dediyiniz kimi müharibədən sonra isə tamamilə başqa cür düşüncələr olur. Deməli, Şəmil müəllim, siz Hədəf liseyinin direktorusunuz həm də və ədəbiyyat fənni üzrə illərdir ki, bizim şagirdlərimizə dərs keçirsiniz. Mən elə bilirəm ki, bu sualın cavabını bir ədəbiyyatçılar yaxşı bilir, bir də müəllimlər. Maşallah sizdə hər ikisidir. Bilirsiniz, biz elə bir nəslin övladlarıyıq ki, 90-cı illərin uşaqlarıyıq da, yəni mən özümü deyirəm. Bizim üçün 90-cı illərin uşağı olmağın ağırlığının yükü hələ də qalıb çiyinlərimizdə. Gəlin bunu səmimi etiraf edək. Bilməli. Və siz də bilirsiniz, həm işğal dövründə böyüyən nəslin övladlarına dərs keçmisiniz, həm də bugün qalib ölkənin vətəndaşlarına dərs keçirsiniz. Vətən anlayışını izah etmək, vətənpərvərlik nədir, bu duyğunu öyrətmək, bu hansı formada olmalıdır? Çox aktual, vacib və lazımlı sualdır. Deməli, mən artıq 20-ci ildən sonra, elə oradan başlayıram, siniflərə girəndə, əvvəl uşaqlar salam, nə bilim, salam şagirdlər filan olurdu. 2020-dən sonra şəxsən mən nitqimdə Zəfərin uşaqları deyə müraciət edirəm. Bir mənalı şəkildə. Harda yəni tədbir olsun, iclas olsun, uşaqlarla görüş olsun, Zəfərin uşaqlarısınız siz, tamamilə başqa nəsilsiz deyə müraciət üsulumuz başlayıb. Amma bizim doğrudan da mən sizə bir faktı deyim. Mən 10 ildən çox 20 nömrəli məktəbdə dərs demişəm, Bakı şəhər 20 nömrəli məktəbdə. Və mən hər inşa yazdıranda xəcalət çəkirdim. Və inşa mövzusu gəlirdi, vətən, Qarabağ, nə bilim, istər-istəməz bu mövzular inşalarımızda olmalıydı. Və hər dəfə uşaqlar oraya gələndə ki, ay müəllim, yenə Qarabağ, yenə vətən, biz yenə işğaldan yazacağıq, biz yenə bizi əzizlər doğradılar, bəlkə ondan yazmayaq, biraz pozitiv bir şey yazaq. Uşaqdır, istər-istəməz düşüncə olaraq. Hər dəfə o mövzuda bir belə narazılıq hiss edirdim. Yəni biz də, uşaqlar da və bir də məğlubiyyəti təbliğ eləmək olmur. Çünki sən artıq məğlub olunmusan, torpaq itirmisən, şəhid vermisən, heç nə eləyə bilmirsən və
orada durub vətənpərvərlikdən danışmaq inanın çox çətin idi. Və həddindən artıq əziyyət çəkirdim ki, mən bu uşağa, ona görə mən çalışırdım, elə 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərdiyimiz igidlər var, ümumiyyətlə elə hadisələr var ki, unudulmaz tarix idi, ki, hər dəfə də onda idim ki, ola bilsin ki, biz böyük mənada tutaq ki, məğlub olmuşuqsa, amma kiçik bizim çoxlu qələbələrimiz var idi. Yəni Daşaltı döyüşləri unutmaq olmaz idi. Xocalda fədakar insanların, nə bilim, qızını, uşağını qurtarmaq istəyən atanın, ananın, oğlun, yəni Ağdamdakı bizim mübarizəmiz var da. Yəni biz elə qoyub qaçmamışıq. Bunu kimsə bizə təqdim eləyə bilməzdi. Mən o kiçik qələbələri tapıb çalışırdım uşaqlara vermiş olum. Amma inanın, o 20-dən sonra mən əgər bir 40 yaşlı adamın dünya görüşü, nə bilim, təsəvvürü, həyat tərzi dəyişə bilirsə, uşaqlar fərqində olmadan indiki nəsil artıq 2020-ci ildə məktəbə gedən uşaqlar demək olar ki, bu il 1-ci sinifdədirlər. Doğulan uşaqlar bu il 1-ci sinifdədirlər. Yəni məktəbə qədər və 1-ci siniflərdədirlər. Bunlar artıq bizim siz dediyiniz 90-cı illərdəki problemimizi yaşamırlar. Çünki biz o dövrdə hər gün nə eşidirdik? O torpaq işğal olundu, bu torpaq işğal olundu. Hətta mənim yadıma gəlir ki, bizim Naxçıvanda elə boxçamızı, çantamızı da belə büküb gözləyirdilər ki, ermənilər girə bilər və biz ərazi keçmək məcburiyyətində belə bir ajitaj da yaradılmışdı. Və biz qorxu ilə, biz məğlubiyyət ilə, biz ciddi çətinliklərlə böyümüşük də. Düzdür, onlar bizi güclü saxlayıb, bəlkə də bu günə elə o əziyyətin nəticəsində bizim nəslin bir uğurlu nəsil hesab eləmək olar müəyyən mənada. Amma bugünün nəslinin çox böyük uğuru var. Tək mən uşaqları məktəb, təbliğat, vətənpərvərlik mövzusunu demirəm ha. Məsələn, mən tutaq ki, 20-ci ilə qədər hansısa bir beynəlxalq kitab sərgisinə gedirdim, hansısa beynəlxalq tədbirə gedirdim. Bir erməni ilə yan-yana gələndə ya üzə baxmaq istəmirdin, ya çıxmaq istəyirdin, o da sənə belə daha yuxarıdan aşağı baxmaq kimi bir tərz sərgiləyirdi. Ya nəsə mübahisə düşürdü və sanki həmişə biz sizi əzmişik mesajını verirdilər və bunu gəlib mən uşağıma necə danışmalıyam? Şagirdimə hansı formada mən erməni ilə üz-üzə gələndə baş verir? Amma indi nə baş verir? Biz sərgilərə gedəndə, biz tədbirlərə gedəndə axtarır ki, hardadılar onlar? Ki biz onlara ki, yəni bax bu Azərbaycan gücü idi, Azərbaycan birliyi idi və siz bu yumruğu gördünüz. Bu baxımdan tərbiyəvi əhəmiyyət əslində biz türk milləti olaraq insanlığa dəyər verən bir millətik. Heç bir zaman işğal, başqa millətlərin əzilməsinin, dilinin, dininin, nə bilim, milli düşüncələrin əlinə alınması meyilli olmamışıq. Əgər biz əsrlərlə ermənilərin, gürcülərin, nə bilim, müxtəlif millətlərin bir imperiyanın daxilində yaşamışıqsa da heç birinin onun şeylərinə təsir göstərməmişik. Bu baxımda bu bizim milli təfəkkürümüzdə bir insan obrazı var, humanizm var. Mən həmişə onun tərəfdarıyam. Nə savaşlar, nə qırğınlar, nə müharibələr olsun. Amma biz özümüzü şagirdə özünü tanıtmaq, özünü dərk eləsin. Əgər bir Azərbaycanlı bilsə ki, mən kiməm, mənim keçmişim və bu günüm nədir, o güclüdür. O güclüdürsə, o hökmən vətənpərvərdir, o hökmən millətini sevir, o hökmən tarixinə sahib çıxacaq. Deməli, siz bayaq dediniz ki, bu kitab əslində 3 hissəli olmalıydı və onun 3-cü hissəsi də dünyanın bütövlüyü adlanmalıdır. Mənim yadıma bilirsiniz nə düşdü? Bir inşa müsabiqəsi keçirilirdi ki, siz 100 ildən sonra dünyanı necə təsəvvür edirsiniz? Bu 7-ci siniflər arasında keçirilən bir müsabiqə idi. Mən 7-ci sinif şagirdinin yazdıqlarını xatırlayıram. Orada belə bir cümlə var idi ki, dünyada, yer üzündə heç bir sərhəd qalmayıb. İnsanlara sual verəndə ki, haralısan, onlar deyirlər ki, biz yerliyik. Və artıq müharibələr başqa planetlərlə başlayıb. Yer kürəsinin sakinləri heç vaxt bu qədər mehriban olmamışdı. Bir olmamışdı. Yəni əslində siz dediniz, mən 3-cü kitab bunu fikirləşirəm. Yəni biləsiz ki, Şəmil müəllim, siz bu kitabı yazsanız, nə qədər oxucularınız olacaq? Çünki artıq biz süni intellekt dövründə yaşayırıq, rəqəmsal dünyada yaşayırıq. Artıq insanlar mən yerliyəm cümləsinə doğru gedir. Çünki elm, texnika bu qədər inkişaf edir. Əlbəttə, biz, baxın, mən romanda dedim ki, bir Azərbaycan birliyini göstərməyə çalışmışdım. Fərqli rayonlarımızdan, tayfalardan gələn igidlər, fərqli dini dünya görüşü olan şəxslər Azərbaycan naminə birləşdi. İndi bizim elə mesaj da olmuş olsun. 2-ci romanımızda əslində belədir. Türk xalqları bilirsiniz,
İslam dini qəbul edən də var, xristian da Bəli. qəbul edən var, katolik, hətta katolik pravoslavı da var. Karaim türklərimiz var, Yəhudilər, Müsəvi dini qəbul ediblər. O Yakutiyada bütpərəst türklərimiz də var. Əslində ikinci romanda belə idi ki, belə olacaqdı ki, bu Turan birliyi üçün burada din onları parçalamır. Qazaq, Özbək, Qırğız, Türkmən özünü ayrı bir qövm hesab eləmir. Bir millətin nümayəndəsi olaraq var olurlar və Atilla deydi, mən həqiqət qılıncıyam, dünyaya ədalət gətirmişəm, gəlmişəm. Və üçüncü roman isə bayaq qeyd elədiyiniz kimi eyni düşüncədəyik o uşaq ilə. Yəqin ki, bu cür fikirlər, dünya görüşlər çox adamda olur. Mən artıq orada insanları millətlər, dinlər, torpaqlar, sərhədlər bölməsin. Çünki insan bu dünyada bütün insanların duyğusu var. Bütün insanlar gülə bilir, ağlaya bilir, sevə bilir, nə bilim, əziyyət çəkə bilir. Və bu deməkdir ki, millətlərə bölünərək, parçalayaraq bu insanlığı məhv eləmək də olmaz. Yəni, insani duyğular. Amma bir atanın 5 oğlu ola bilər. Amma yenə atanın övladlarıdırlar. Hərən öz evi olur, hərən öz məhəlləsi olur, hərən həyəti olur. Amma bunlar bir ola bilər də. Bu savaş olmasın, bu intriq olmasın. Əslində, yəni, gəlmək istədiyim ideya sonda odur. O baxımdan biz o Zəfərin uşaqlarında da bu cür həm tolerantlığı təbliğ eləmək düşüncəsindəyik, həm milli keçmişimizi. Mən elə fürsətin istifadə düşmüşkən deyim, ayın deməli oktyabrın 31-i, noyabrın 1-i, 2-si Quba, Xaçmaz və Qusar rayonları üçün biz Zəfərin uşaqları ilə oxu marafonu adlı kitab sərgisi keçiririk. Nə gözəl. Bu həm də layihədir, 6 aylıq layihədir. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanan bir layihədir ki, biz artıq 6 aydır orada uşaqlara həmin 5 Azərbaycan ədəbiyyatı ilə hökmən vətənpərvərlik, millilik ruhunda olan kitabları seçərək uşaqlara oxutdurup, onların arasından ilk 10 nəfəri mükafatlandıracağıq ki, və Zəfərin Yolu kitabı da həmin belə deyək, o 5 kitabdan biridir. Və Qubanın Alekseyevka kəndinin bir məktəbi var və o kəndin məktəblilərindən, məktəbdə oxuyan şagirdlərimizdən romanla bağlı uşaq belə deyək ki, oxuyub qeydlər yazmışdı və mənə də göndərmişdilər kitabı ilə bağlı qeydlərini ki, həmin uşaqlardan biri də qeyd edir ki, mən bu romanı oxuya elə bilmişəm ki, Qarabağ Savaşında özüm döyüşürəm. Çünki prosesin içindəyəm və onu əslində çatdırmaq istəyirdik. Yəni bizim doğrudan da orada Elçin, Ayxan, Məmməd, Ertuğrul kimi obrazlarımız bir-birini qorumaq üçün, bir-birinin canı sağ olsun deyə sinəsini güllə qabağına verə bilirdi. O vəhdəti göstərmək məcburiyyətindəydi. Bu baxımdan sualınızın, yəni dediyiniz sual ki, ədəbiyyat müəllimi və yaxud da bir müəllim olaraq ümumiyyətlə vətənpərvərliyi necə təbliğ olunmalıyıq? Məncə biz elə özümüzü tanıtmalıyıq. Bəli. Bizim tariximizi tanıtmalıyıq. Zəfər tarixi kitab dərsliyimiz yarandı, türk tarixi dərsliyimiz yarandı son illər. Biz kimliyimizə bilsək, bəli, bütün sahələrdə, yəni elm sahəsində ola bilər, dövlətçilik sahəsində ola bilər, ədəbiyyat sahəsində ola bilər. Məsələn, dünyanın neçə millətinin 12-ci əsrdən bu günə yazılı əsəri ola bilər, Nizami Gəncəvi kimi. Neçə millətinin, nə bilim, Dədə Qorqud dastanı kimi şifahi dastanı bu gündə yaşaya bilər. Bu baxımdan biz məncə tariximizi və özümüzü anladaq, sonrası düzələcək. Bəli. Mən sizə dərin təşəkkürümü bildirirəm və sizə uğurlar arzu edirəm. Şəmil müəllim, çox sağ olun. Oxucularınız hər zaman çox olsun. Zəfər Yolu kitabını da kitab mağazalarından bizim dinləyicilərimiz, oxucularımız əldə edə bilərlər. Bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun. Yolumuz ağ olsun, işıqlı olsun. Amin. Əziz dinləyicilər, yazıcı Şəmil Sadiqin Zəfər Yolu kitabı haqqında danışdıq. Əslində söhbətimiz təkcə bu kitabla bağlı olmadı, həm də mən bu söhbəti bir ədəbiyyat söhbəti adlandırardım, amma ümid edirəm ki, Şəmil müəllimlə bu cür söhbətlərin davamı olacaq. Təki sağlıq olsun. Bir daha Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm və hər birinizə kitablarla dolu bir ömür arzu edirəm. O kitabların içərisində əlbəttə ki, Zəfər Yolu adlı kitab da olsun. Aparıcınız mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.